İnsanlar adətən hansı mövzularda sizə müraciət edirlər? Bəzən çox unikal müraciətlərimiz də olur. İnsanın özünü yaxşı tanıması, özünü, hədəflərini, istəklərini, nəyə doğru getmək istədiyini və harada xoşbəxt olacağına inandığını tapmasıdır və eləcə də özünü reallaşmasıdır. Yəni, coachingdə əsas olan insanın hədəflərinə çatmasıdır. Baxmayaraq ki, 12 ildir çalışıram, mən də daima könüllü olmağın tərəfdarıyam. Coach və HR anlayışı bəzən qarışdırılır. HR-lardan gözlənti də coaching bacarığının inkişaf etdirilməsidir. Stres sizi idarə etmir, siz stresi idarə edirsiniz. Bu çox vacib məsələdir. Özümün istifadə etdiyim bir üsul var. Hansısa bir təşviş məqamı və yaxud nə isə çatdırmıram, nə isə edə bilmirəm dedikdə hansısa bir vaxt seçirəm. Bugün səhər saat 6-da və yaxud axşam saat 7-də buna zaman ayıracağam. Axşam saat 7-də doğrudan vaxt ayırıram. Daha sonra sizə CV-mi göstərmək istəyirəm. Fikriniz mənim üçün çox Yoxlayarıq, maraqlıdır əlbəttə. həqiqətən.